Hicab son günlərin ən aktual məsələlərindən biri halına gəlib. Azad düşüncə, azad həyat deyənlər nədənsə məsələ İslama gəldiyi zaman radikal modernist olurlar. İslamla yaxından və uzaqdan maraqlanmayanlar ekran qarşısına çıxıb hicabı müzakirə edir, hətta daha iləri gedərək İslamda hicabın olmadığını söyləyirlər və bu əməlləri ilə hicabla bağlı şübhə yaratmağa çalışırlar. Gəlin bu videoya baxaq. Baxın, bu məsələ ilə bağlı dəfələrlə suallar olur. Ancaq mən bunu ciddi şəkildə araşdırmadığıma görə ya hə var deyə bilmirəm, ya da yox deyə bilmirəm. Ya hə var deyə bilmirəm, ya da yox deyə bilmirəm. Videoda gördüyünüz şəxs özünü İslama nisbət edən modernist və Qurani fikrin Azərbaycandakı nümayəndələrindən biridir. Deməli deyir ki, İslamda hicabın olub-olmaması ilə bağlı bir şey deyə bilmərəm. Çünki araşdırmamışam. Düşünün, neçə ilin ilahiyyatçısı olasan, amma hicabın olub-olmaması ilə bağlı bir məlumatın olmaya. Məgər siz demirsiniz ki, Qurani-Kərim açıq-aydındır, heç bir əlavə şərhə ehtiyacı yoxdur? Əgər belədirsə, neçə illik ilahiyyatçılar 2 ayəni anlayıb ortaya çıxara bilmirsə, tərcümə oxuyan bu xalq necə anlayacaq? Əgər dediyiniz kimi hər şey açıq-aydındırsa, nəyi araşdırırsınız? Araşdırırsınızsa, demək ki, açıq olmayan müəyyən nüanslar var. Yaxşı, tutaq ki, siz araşdırdınız. Bəs xalq nə edəcək? Hər kəs bu qüdrətdədirmi? Yoxsa sizimi təqlid etməlidir? Bəli, dəyərli müsəlmanlar. Bu şəxslər başqa vaxt bizlərə siz alimləri təqlid edərək onları bütləşdirirsiniz deyirlər. Amma məsələ özlərinə gəldiyi zaman mən araşdırdım, mən tapdım deyərək dolayı yolla, yəni gəlin məni təqlid edin deyirlər. Qərbin əmr və qadağalardan boşaldılmış, yalnız formal əxlaqi qaydaları olan din anlayışını məhz bu şəxslər müsəlmanlar arasında yaymağa çalışır. Məsələ Quranilik və modernistlik hərəkatı insanları güya Qurana tabeçilik adı altında əslində dinsizliyə sürükləyir. Açıq ayələr olmasına rəğmən müxtəlif yozumlarla hicab ayəsini bu şəkildə müzakirə mövzusuna çevirənlər görəsən kimə xidmət edir? Bəlkə də hələ də bu məsələdə fikirləşməsinin səbəbi Türkiyədəki müəllimlərinin də bu məsələdə ixtilafda olmasıdır. Başqa vaxt bir ağızdan Quran bizə kifayət edir, başqa heç nəyə ehtiyacımız yoxdur deyənlər, düşünün ki, 2 ayət haqqında müxtəlif fikirlər bildirirlər. Biri deyir ki, bu açıq hicab əmridir. Digəri deyir, yox, burada qəsd olunan sadəcə sinənin, yəni boynun örtülməsidir. Digəri isə deyir ki, bu sadəcə tarixi bir hökmdür. Yəni hər kəs istədiyini Qurana dedizdirməyə çalışır. Sonra da çıxıb hədislər İslamı parçaladı deyərək səs-küy salırlar. İndi isə gəlin hicab haqqında Qurani-Kərimdəki ayələrə nəzər salaq. Allah Azza və Cəllə Əhzab surəsinin 59-cu ayəsində belə buyurur. Ya eyyuhən nəbiyyü qul li əzvacikə və bənatikə və nisəil mü'mininə yudinинə aleyhinnə min cələbibihin. Zəlikə ədnə ən yu'rafnə fələ yu'zəyn. وَكَانَ اللّٰهُ غَفُورًا رَحِيمًا. Bu ayədə keçən cələbibihinnə kəlməsi geniş, bol örtüyü ifadə edir. Göründüyü kimi ayə açıq-açıq örtünməyi mömin qadınlara əmr edir. Ayənin nazil olma səbəbi isə Peyğəmbər sallallahu aleyhi və səlləm dövründə ehtiyaclarını ödəmək üçün evlərindən çıxan mömin xanımların münafiqlər tərəfindən incidilməsidir. Münafiqlər yaxalandığı zaman isə deyirdilər ki, biz onların mömin olduğunu bilmədik, yəni onları cariyə zənn etdik. Bu şəkildə özlərini qurtarmağa çalışırlar. Və bu hadisədən sonra Allah Azza və Cəllə bu ayəni nazil edir. Buna görə də bəziləri iddia edir ki, bu ayətin hökmü sadəcə o dövrdə tarixi bir hökm idi, yəni mömin qadınları qorumaq məqsədi ilə nazil olmuşdu. Bəs həqiqətən belədirmi? Gəlin baxaq. Əgər desək ki, bu ayələr tarixi mərhələdə bir müddətlik və müəyyən bir səbəb üçün nazil olub, bu zaman biz bu məntiqi digər əmr və qadağalar üçün də istifadə etməliyik.
Çünki onsuz da Quran-Kərimdə ayələr Peyğəmbər sallallahu alayhi və səlləmə bildiyimiz kimi bir kitab halında birbaşa olaraq nazil edilməyib. Müəyyən hadisələr olduğu zaman Allah azza və cəllə ayət nazil edərək möminlərə və peyğəmbərə əmrlər və ya qadağalar vermişdir. Yəni ilk öncə zəmin hazırlanır, bir hadisə olur. Ondan sonra Allah azza və cəllə yaranan o hadisənin üzərinə möminlərə ayət nazil edir və onlara əmr və qadağalarını bildirir. Əgər biz desək ki, bu hadisə, bu ayət müəyyən tarixi bir məsələ üçün nazil olub, o zaman biz digər əmr və qadağalar üçün də bu məntiqi istifadə etməliyik ki, bu zaman dində nə əmr qalır, nə də qadağa. Yox, əgər desələr ki, bu ayə sadəcə taciz və təcavüzlərdən qorunmaq üçün nazil olub, bu gün buna ehtiyac yoxdur. Gəlin səmimi düşünək. Həqiqətən də bugünkü olan hadisələr, yəni taciz və ya da təcavüz hadisələri keçmişdəkindən daha mı azdır? Əgər səmimi yanaşsaq, bunu qəbul edərik ki, hal-hazırda günümüzdə olan bu hadisələr keçmişdəkindən daha çoxdur. Hətta biz araşdırsaq, dünyanın ən qabaqcıl ölkələrinin bu pis hadisələrdə adlarının ilk sırada olduğunun şahidi oluruq. Artıq hər şey modernləşib, bu şəkildə qorunmağa, örtünməyə ehtiyac yoxdur deyənlər, bu gün özləri ara küçələrdən, qaranlıq məhəllələrdən keçməyə çəkinirlər. Bəli, bu gün polis və digər mühafizə sistemləri keçmişdəkinə nisbətdə daha yaxşı inkişaf edib. Amma gəlin etiraf edək ki, bunların inkişaf etməsi heç də bu hadisələrin qarşısını almaq üçün kifayət etmir. Ən yaxşı halda iş işdən keçəndən sonra nəsə bir işə yarayır. Deməli, bu yanaşma nə həqiqətə, nə də məntiqə sığır. Digər bir tərəfdən bu məsələnin tarixi bir şey olduğunu söyləyənlərdən soruşuruq. Əgər tarixi idisə, Allah Taala niyə bu məsələni günümüzə qədər gətirib çıxartdı? Məgər Allah Taala Bəqərə surəsinin 106-cı ayəsində belə buyurmurmu? مَا نَنْسَخْ مِنْ آيَةٍ أَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ Allah Taala istəsəydi bu ayətdən sonra bu ayətin tarixi bir şey olduğunu ifadə edən başqa bir ayət nazil edərdi və yaxud da bunu unutduraraq heç bu gün bizim oxumağımıza icazə verməzdi. Əgər tarixi idisə, Allah Taala niyə bunun günümüzə qədər gəlib çıxmasına izin verir? İndi isə gəlin Əhzab surəsi 59-cu ayədən sonra nazil olan Nur surəsi 31-ci ayəyə baxaq. Allah Taala bu ayədə buyurur: وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ Bu ayədə keçən bixumurihinnə kəlməsi qadının baş örtüyünü ifadə edir. Allah Taala qadınlara baş örtüklərini boyunlarının və sinələrinin üzərinə salmalarını əmr edir. Və ayətin davamında zinətlərini sadalanan şəxslərdən başqa heç kimə göstərilməməsini əmr edir. Ayətdə Allah Taala zinətdən bəhs edir. Bəs zinət nədir? Qızıl və gümüşdürmü? Əgər qızıl və gümüşdür desək, niyə Allah Azza və Cəllə bu ayətdə yetkinlik yaşına çatmamış, yəni qadınların gizli yerlərindən xəbəri olmayan uşağı və qadınlara meyilli qalmamış kişiləri istisna edir? Bəli, əsl etibarilə ayədə bəhs edilən qadınları qarşı cins üçün cəlbedici edən bədən əzalarıdır. Allah Taala hər iki ayədə də qadınlara bu əzaları örtərək qorunmağı və fərqlənməyə əmr edir. Əgər bu hökmlər keçmişə aid olsaydı, Allah Taala nə üçün qadınların örtüklərini necə istifadə etmələrindən tut, kimlərin yanında rahat ola biləcəklərinə qədər təfərrüatı nə üçün verirdi? Bəli, hicab Allahın əmri və hər bir mömin qadına fərzdir. Nəinki bunu inkar etmək, hətta bunun müzakirəsini aparmaq belə insanı İslam dinindən çıxartmağa kifayət edir. Vəlhamdülillahi Rabbil aləmin.